Dövlət İmtahan Mərkəzinin iyunun 1-də keçirilən imtahanda birinci ixtisas qrupu üzrə 2 nəfər ən yüksək 400 bal toplayıb. Həmin yüksək nəticə göstərənlərdən biri də Neftçala rayonunun Bankə qəsəbəsində yaşayan Mirağa Əliyevdir. Ailədə 2 bacı, bir qardaş olan Mirağa bu arzusuna çatmaq üçün daim öz üzərində çalışıb. Neftçala rayon Bankə qəsəbəsi Səməd Vurğun adına 2 saylı tam orta məktəbin məzunu olan Mirağa Əliyev elə uşaq yaşlarından dəqiq elmlərə maraq göstərib. O, birinci ixtisas qrupu üzrə blok imtahanında 400 bal toplayaraq Respublika üzrə ən yüksək nəticə göstərən 2 nəfərdən biri olub. Buraxılış imtahanında 275, blok imtahanında isə maksimum 400 bal nəticə toplamışam. Valideynlər daima mənlə məşğul olub, məni daima təhsilə meyləndirməyə çalışıb. Mən də çalışmışam ki, onların bu istəyini yerinə yetireyim. Müəllimlər də daima mənlə məşğul olub, bu fənləri mənə öyrətməyə çalışıb. Əsas da Abdullah müəllim, fizika riyaziyyat müəllim, mənə bu elmləri, bu fənləri dərindən öyrətməyə çalışıb. Mən də çalışmışam ki, onun öyrətdilərini öyrənim və yerinə yetirim. Mirağanın arzuları bununla bitmir. O, gələcəkdə neft sektoru üzrə oxumaq və çalışmaq niyyətindədir. Gələcəkdə neft-qaz mühəndisi üzrə təhsil alım, təhsilimi də Bakı Neft Məktəbində almaq arzusundayam. Elə Mirağanın dediyi kimi, onun bu uğurunda müəllimləri qədər valideynlərinin də əməyi var. Mirağa uşaq yaşlarından oxumağı, yazmağı çox başqa uşaqlardan fərqlənirdi, daha tez qavrayırdı, daha çox oxumaq istəyi var idi içində, başarmaq hissi var idi içində, qarşısına qoyduğu hədəfi çatmaq hissi var idi. Nəticədə o özünü doğrultmağı başardı, bugün 400 bal yığdı. Bizi, məktəb ailəsin, dostu, tanışı, müəllimlərin çox sevindirdi, məktəbin çox sevindirdi. Mirağa boş vaxtlarında güləşlə məşğul olur. Şahmat oynamağı və kitab oxumağı çox sevir. O, ali məktəbi bitirəndən sonra təhsilini xarici ölkədə davam etdirmək, sonra isə doğma yurda qayıdaraq bir mütəxəssis kimi vətəninə fayda vermək niyyətindədir. Pərvanə Əliyeva, Kürçaylı Məmmədov, Neftçala.